Salam, mən Qasım Qasımov. Artıq 2 ildir ki, HC Grand Prix kateqoriyası üzrə yarışlara qatılıram. Ölkə turnirlərində müxtəlif yerlər tutmuşam və müxtəlif uğurlar qazanmışam. Mən Quantum komandası ilə hər il yarışlara qatılıram və bundan çox əylənirəm. Artıq 2 illik bir təcrübəm var və bu təcrübə ilə düşünürəm ki, qarşımızdan gələn ölkə turnirində biz qalib olacağıq. Öz rəqiblərimə də uğurlar arzu edirəm, onların şansa ehtiyacı olacaq. Salam, mən Quantum komandasının kapitanı Amir Rüstəmov. Mən 2 ildir ki, HC Grand Prix yarışlarına qatılıram və bu komandanın da kapitanıyam, eyni zamanda mexanikiyəm. HC Grand Prix-nun əsas məqsədi budur ki, hidrogen enerjisi ilə işləyən maşın yaratmaqdır və bu maşınları 4, 2 və 6 saat ərzində yarışdırmaqdır. Maşının enerji mənbələri isə həm bateriya vasitəsilə, həm də HC-lər vasitəsilə təmin olunur. Bizim burada əsas məqsədimiz bu yarış müddəti boyunca ən çox dövrəni atıb qalib olmaqdır. Digər komandalara uğurlar arzu edirəm. Düşünürük ki, bu il qalib biz olacaq. Bu yarışın əsas məqsədi hidrogen enerjisinin maşınlara istifadəsi və başqa sahələrə inteqrasiya olunmasıdır və eyni zamanda səmərəli enerji istifadəsinin gələcəyə doğru yaymaqdır.